Böyük Blakanlı xoş gördük. Dostlar, bugün sizləri növbəti bir Telegram oyunla tanış edəcəm. Hansı ki, bu oyuna qoşulmağınız mütləq vacibdir. Nəyə görə? İlk öncə ona görə ki, dostlar, bu oyunda iştirak etmək, pul qazanmaq tamamilə yatırımsızdır. Heç bir yatırım proyekt bizdən istəmir. İkinci növbədə dostlar, ola bilsin 2-3 günə artıq bu oyundakı pointlər, belə deyim də, coinləri çevrildi və artıq listələnmə başladı və balansımıza göndərildi. Ona görə dostlar, tələsmək lazımdır. Əgər bu oyuna qoşulmamışsınızsa mütləq qoşulun. Aşağıda dostlar linkini yerləşdirmişəm oyuna daxil olursunuz. Təbii ki, Telegramda oyun açılır. Dostlar, ilk öncə bu açılan bölümdə oyunda sizə oyun nədən bəhs edir, nədir, nə deyil, hamısını sizə ətraflı izah eləyir. Daha sonra dostlar, burada gördüyünüz kimi ortada chat yazılır. İndi görmürsünüz, sizdə görsənəcək chat bölməsi yazılacaq. Belə deyim də, knopkanın içində onu tıklayıb çata qoşulacaqsınız. Çata qoşulduqdan sonra dostlar, bizə əsas məqsəd burada 67 coin var. Gördüyünüz kimi 84 mindir. Həmin coini qazanmaqdır əsas məqsədimiz. Və dostlar, 84 min məndə yazıb, aşağıda da 30 dollar yazıb. Bu da nəyə göstərir? Bu da təxmini mən nə qədər pointə, nə qədər tutaq ki, bu qazandığım pointlər nə qədər məbləğ eləyəcək, onu göstərir. Bu, bilmirəm, dəqiqdir, ola bilsin bundan az da olur, çox da ola bilər və s. Aha dostlar, indi burada pointləri necə qazanırıq? Burada dostlar, chat bölməsi var, dediyim kimi aşağıda, bu ortada. Bunun üzərini tıklayırsınız və chat açılır. Və chat açıldıqdan sonra gördüyünüz kimi dostlar, burada ham başlayır, nə bilim bu gifləri deməyək, bu zərrələri tullamaq və yaxud da bu slot maşınları atmağa. Bunu chata necə göndərirsiniz? Sadəcə bu göndərilənlərin üzərinə, hər hansı birinin üzərinə vurursunuz və Atbright vurmaqla artıq belə deyim də, siz də zər atmış olursunuz və yaxud da ki, slot maşını göndərmiş olursunuz və həmin düşdüyü slot maşında və yaxud da ki, zərdə düşən xala görə siz müəyyən qədər bu pointlərdən qazanmışsınız. Və dostlar, bunu hər saniyə bir eləmək olmur. Gördüyünüz kimi aşağıda saniyə gedir. Hər bir dəqiqədən bir ata bilirsiniz. Və bu qayda ilə siz bu pointləri qazanırsınız. Daha sonra necə point qazanırsınız? Daha sonra dostlar, daxil olursunuz, bu aşağıda quest bölməsi var. Quest bölməsi sağda. Onun üzərinə vurursunuz və burada boosterlər var. Boosteri bilmirəm, əgər yeni başlamışsınızsa məncə hələ ki istifadə etməyin, çünki ola bilsin 2-3 günə listələnmə oldu, qazancınız boşa getməsin. Burada aşağıda dostlar, gördüyünüz kimi çoxlu tapşırıqlar var. Bu tapşırıqları eləməklə siz əlavə olaraq bu 67 pointdən qazanırsınız. Və burada birinci booster var. Gördüyünüz kimi Spiashi Business yazılıb. Bunun üzərinə vurursunuz, buna qoşulun. Qoyursunuz, desəm 12 saatdan sonra, yoxsa 24 saatdan sonra müəyyən qədər faizdən götürürsünüz. Buna qoşulmağınızı məsləhət görürəm. Dostlar, burada tapşırıqlar eləyirsiniz. Misal üçün, burada tapşırıq var ki, 50 dəfə göndər, çata 50 dəfə mesaj göndər və s. Buna görə əlavə pointlər qazanmış olursunuz. Və dostlar, dostlarınızı dəvət edə bilərsiniz. Bu aşağıda əl işarəsi var. Bunun üzərinə vurursunuz. Dostlarınızı dəvət edirsiniz. Bu dəvət etdiyiniz dostlarınıza görə də əlavə 10% də buradan point qazanmış olursunuz. Belə dostlar, dediyim kimi və burada yadımdan çıxdı. Bu sol tərəfdə basketbol var. Bu sizə ilk öncə 2 dəfə bu oyuna daxil olmuşsa sizə bir dənə şans verəcək. 67 balling yazılıb. Onun üzərinə vurursunuz. Bu bir dənə şansınızdan istifadə eləməklə burada basketbol oyunu açılacaq. Topları atırsınız və daha nə qədər çox topu ata bilsəz, o qədər çox point qazanmış olursunuz. Və dostlar, daha doğrusu bu şanslardan necə əlavə qazanmaq olar? Burada kanal var. Həmin kanala qoşula bilərsiniz. Gəlin onu da göstərim sizə. Quest'ə daxil olursunuz. Burada chat var. Legend 67. Bura daxil olursunuz. Burada amma biraz pulludur. Ona görə dostlar, bura heç bir yatırım etməyin hələ ki. Yalnız bu yatırımsız belə deyim də, şanslarınızdan istifadə etməyi, hələ ki çata bu slotları və zərləri göndərin. Oradan pul, daha doğrusu point qazanın. Belə, dediyim kimi dostlar, 2-3 günə hardasa listələnmə gözlənilir. Ona görə dostlar, tələsin. Aşağıda həmçinin mən Telegram kanalımızın linkini və WhatsApp kanalımızın linkini də yerləşdirəcəm. Orada daxil olmağınızı və abunə olmağınızı məsləhət görürəm. Belə dostlar, video baxdığınız üçün hər kəsə təşəkkürlər. Sağ olun.